Həmd olsun aləmlərin Rəbbi olan Allahımıza ki, bu diyar, bu xalq bu günə qədər Əhl-i Beytin ehtiramın, hörmətin saxlayıb və qoruyub. Şad günündə şadlanıb, qəmli günündə qəmlənib. Yəfrəhunə bi fərəhinə, yəhzənunə bi huznina. Sevinç dolu olan günlərində sevinib, qəmli günlərində qəmlənib. Mən elə uşaqlıqda nəinki elə süz hamımız, biz belə görmüşük, nənələrimiz, babalarımız o gün gələndə qəmlənərdilər, toy olmazdı, toyları dayandırardılar, şadlıq eləməzdilər. Biz belə qoruyub saxlamışıq. O qocalar, o yaşlı nəsil bizə belə ötürdülər bunu. Çətinliklə ötürdülər, amma ötürdülər. Mən bir yerə getmişdim, bir rayonların birinə getmişdim. Gəldim orada sonra məni apardılar bir dağa, ucqar bir dağlar idi. Dedi, buranı görürsən, bir adam idi, yaşlı bir adam idi. Dedim, bəli. Dedim, Sovet dönəmində bizə İmam Hüseynə yas saxlamağa icazə vermirdilər. Biz gəlib bu dağda sinə vururduq İmam Hüseynə. Bizim o nəsil, yaşlı nəsil belə qorudu, biz cavanlara təqdim elədi.